mövzumuz olacaq planlaşdırma. Hansı didaktik prinsipi formalaşdırır dedik planlaşdırma? Nəticə yönümlülük. Hər bir müəllim nəticə yönümlü olmalıdır, planlı olmalıdır və planlaşdırmanın iki növü var. Birinci hansı oldu? Perspektiv. Eyni zamanda necə adlanır perspektiv? Sağ olun, illik planlaşdırma. Sonra cari, eyni zamanda həftəlik planlaşdırma. İndi bizə lazım olan budur ki, həm perspektiv planlaşdırmada, həm də cari planlaşdırmada ardıcıl şəkildə nələr var? Birinci növbədə perspektiv planlaşdırma. Bir, standart. Bəli, məşğələ. Sonra mövzu. İnteqrasiya. Qarışdırmayın. İnteqrasiya. Resurslar. İndi bunların hamısının açılışını verəcəm. Bir də tarix. Hələ ki yazaq ardıcıl. Həftəlik planlaşdırmaya aiddir. Nə yazaq? Standart. Aha, inteqrasiyanı yazaq. İnteqrasiya, standart, mövzu, məqsəd, iş forması, İş üsulu. Bir də resurslar. Bir də oyunlar da oluyor. Bir də, yox, ümumiyyətcə oyun deyə bir komponent, yəni tərkibində deyirəm, yoxdur. Biz bunların hamısında oyundan istifadə edə bilərik. İndi bilirsiniz, mövzu, sual necə düşür? Bax, belə çərçivə verirlər, İrani müəllimə. Bax, belə. Deyir ki, doğru, yanlış. Doğru, yanlış. Birinci növbədə, bax, soruşur, illik, yəni illiyə aiddir. Tutaq ki, məqsəd. 2. Həftəlik, inteqrasiya. 3. İllik, məsələn, tutaq ki, resurs. Sonra, bura yazın. 4. İllik, məsələn, deyək, iş forması. 5. İllik, iş üsulu. 6. Həftəlik, tarix. Bax, suallarda belə düşün. Bunları, bu ardıcıllıqları biz əzbər şəkildə bilməliyik ki, bu sualın cavabını tapa bilək. İndi bizə lazımdır doğrudan doğrunu götürmək. İllik planlaşdırmada deyil, məqsəd var. Düz deyilmi? Düz deyil də. İlliyə yazmışam mı mən məqsəd sözünü? Həftəliyə yazmışam, ona görə bunu götürə bilmərəm. Sonra həftəlik planlaşdırmada deyil, inteqrasiya. Düz deyilmi? Var mı həftəlik inteqrasiya? Var. Ona görə bunu götürərəm. 2. 3'te deyir ki, illik planlaşdırma resurs. Var mı illikdə resurs var? İkisində də var. Hər ikisində var. Bəli. Ona görə 3'ü də götürməliyəm. İndi keçirəm yanlışdan yanlışı tapmağa. İllik deyir ki, iş forması. Düz deyil mi? Yox. Düz deyil. Onu götürürmü mən İrani müəllimə? Yox. Niyə? Yanlışa bəli götürürəm. İllik planlaşdırma iş üsulu deyil. Var mı elə bir şey? Var mı illikdə? Yox. Götürürmü bunu da? Götürürəm altını da. Deyir, həftəlik planlaşdırma məqsəd deyir. Düz deyil mi? Resurs olsun, məqsəd olsun. Düz deyil mi? Məqsəd Var, olsun. götürürmür. Yox, götürmürəm. Demək, nə olacaq? 2, 3, 4, 6. Bu testi ona görə belə yazdım ki, biz bunları əzbər bilməliyik. Ki, illiyə nələr daxildir, həftəliyə nələr daxildir. İndi tək-tək onların açılışlarını verəcəm. Bircə dəqiqə. Aha. Deməli, birinci növbədə standart nədir? Bax, standart odur ki, məsələn, bir müəllimə, siz öz müəllimələrinizdir, məsələn, müdürlər olsun, ya müəllimələr, siz özünüz. Həftəlik planınızda bunu ardıcıl yazırsınız da. Məsələn, standart, mövzu, məqsəd, tutaq ki, inteqrasiya, iş forması, iş üsulu, resurs. Bunu hansı planda yazırsınız? Həftəlik planda yazırsınız, elə deyil mi? Bax, həftəlik planda bax, standart var mı? Var. Mövzu var mı? Var. Məqsəd var. Bax, iş forması, iş üsulu var, nə deyil mi? Resurslar var, aydın oldu. Bu həftəlik planlaşdırmaya aiddir. Bəs yaxşı, bax, standart illikdə də var. İndi bir də nəyi soruşur? Deyir ki, yalnız illikdə olanlar hansılardır və yaxud da yalnız həftəlikdə olanlar hansılardır və yaxud da hər ikisinə aid olanlar hansılardır? İndi baxaq. Standart hər ikisində var? Var. Elə deyil mi? Sonra məşğələ hər ikisində var? Yoxdur. Bir də mən illikdə var. İndi izahını verəcəm. Mövzu hər ikisində var? Var. İnteqrasiya hər ikisində var? Var. Standart olsun. Standart vermişim. Hə. Yuxarı standart. Sonra resurs hər
ikisində var? Var. Tarix hər ikisində var? Yox. Yoxdur. Təkcə indi nəyə görə? Demək biz məşğələ var ha. Məşğələni ona görə illikdə verib həftəlikdə vermirik ki, hər dəfə müəllimə həftəlik planı yazanda məşğələnin adını yazırmı? Həftəlik planda məşğələnin adını yazırmı? Yazmır. Məşğələ keçdiyimiz bölmədir. Məşğələ keçdiyimiz bölmədir. Keçdiyimiz bölmələ illik planda yazılır. Aydın olur. Məsələn, sadə bədii bacarıqlar illik planda yazılır. Bu məşğələdən mövzunu və məqsədi mən həftəlik planlaşdırmada ortaya çıxarıram. Məsələn, bax, məşğələ bilirsiniz nədir? Bax, tutaq ki, 2.3.2. Bax, bu inkişaf sahəsidir, bunu bilirik. Bax, bu 3 var ha, bu məşğələnin adıdır. Sadə riyazi təsəvvürləri yerdə yetirir. Sadə riyazi təsəvvürlər, məşğələdir. Yanındakı 2-6 standart isə artıq o nədir? Mövzudur. Məsələn, 3-ə qədər sayır, 5-ə qədər həndəsi fiqurları fərqləndirir. Yəni, biz mövzunu harada yazırıq? Həftəlikdə. Məşğələnin adı harada var? İllikdə. Mən bəlmələr illik plan hazır şəkildə gəlir də bəlmələrə. İllik planın içərisindən məşğələni götürüb, mövzunu yazırlar həftəlik plana. Aydın olur bura qədər? Aydın oldu İrani müəllimə? Oldu. Bəs deyələ şübhəli baxırsınız. Sonra, yaxşı, bəs məqsədi bil. Bax, iş forması, iş üsulu. Niyə həftəlikdə var, illikdə yoxdur? Kim izah edər mən onu? Niyə həftəlikdə var, illikdə yoxdur? Çünki mən həftəlik illik planı gündəlik şəkildə uşaqlar üzərində tətbiq etmirəm. Sadəcə hazır şəkildə mənə gəlir. Amma həftəlik planı mən uşaqlar üzərində tətbiq edirəm. Tətbiq edəndə də iş formasından və iş üsulundan istifadə edirəm. Aydın oldu. Sonra tarix, düzdür. Məsələn, tutaq ki, bugünə tutaq yazıram 22 sentyabr 2025-ci il. O gündür, o mənim günümdür. Amma sentyabr ayında keçiriləcək mövzular, oktyabr, noyabr, onlar da illikdə yazılır. İllikdə. Aydın olur. Bura qədər aydın oldu. Hə, İrani məndə. Oldu mən. Nələr aid oldu illik planlaşdırmada? Nələr var deyim? İllik planlaşdırmada standart, məşğələ, mövzu, inteqrasiya, resurs, tarix. Ay sağ olun. Həftəlik planlaşdırmada hamı desin, inteqrasiya, standart, mövzu, məqsəd, iş forması, iş üsulu, resurslar. Vəssalam. Bura qədər aydındır. İndi keçirəm məşğələlərin deməli, mərhələlər üzrə məşğələyə davam edək. Məşğələnin mərhələləri. Ümumiyyətcə, məşğələ özü, məşğələnin mərhələləri. Bax, bu mərhələ əsasında illik planda bunu edirik, yoxsa həftəlik planda? Həftəlikdə edikdə. İllik bilirsiniz, əslində bilirsiniz, başa düşmədiyiniz nədir? İlliklə həftəliyin fərqi nədir? İrani müəllimə, illik planlaşdırmanı tətbiq etmirik. Sadəcə olaraq mövzuların adları var orada. Amma həftəlik planlaşdırmanı tətbiq edilir. Bir gün ərzində keçdiyim məşğələni həftəlik planlaşdırmaya əsasən tətbiq edilir. İllik mənim hamıya illik mənə də eynidir, filan müəlliməyə də eynidir, ülviyə müəlliməyə də eynidir, hamıya orta qrupun illiyi eynidir. Amma həftəlik planlaşdırmanı mən ortaya çıxardıram mövzunun məqsədi. Və bunun üçün də məşğələnin mərhələlərindən istifadə edirəm. Birinci növbədə aktuallaşdırma, bax, aktuallaşdırma və ya demirəm, və motivasiya deyirəm. Çünki aktuallaşdırma ilə motivasiya tam fərqli anlayışlardır. Və motivasiya. Sonra ikinci mərhələsi dərk etmə, üçüncü mərhələ isə tətbiq etmə mərhələsidir. Baxın, aktuallaşdırma bəlkə bilirsiniz. Nədir aktuallaşdırma? mövcud bilikləri. Ay sağ olun. Səsləndirilib aşkara çıxar. Bilirsiniz də Fidan müəllimə. Mövcud biliklər, sadəcə indi kameraman da ona görə mövcud biliklərin səsləndirilib aşkara çıxarılması. Tutaq ki, mən bugünkü mövzum 10 dairəsində hesablamadısa, heç bir əyani vəsaitim yoxdur. Nə etməliyəm? Aktuallaşdırmalar istifadə etməliyəm. Ona qədər onlara suallar verirəm. Aydın olur. Bax, bu aktuallaşdırmadır. Bax, sizcə, məntiqdən düşünək, motivasiya ilə olan məşğələ maraqlar, yoxsa aktuallaşdırma ilə? Təbii ki, əyani vəsaitlərlə göstərirəm, video çartlar hazırlayıram, slayd şolar hazırlayıram. Təbii ki, motivasiya ilə olan məşğələdir, amma bilməsəm, o zaman aktuallaşdırmadan istifadə edirəm. Motivasiyanın özü isə Aysun müəllimə diqqət cəlb etməkdir. Diqqət cəlb etməkdir. Bax, bu motivasiyadır. Sonra dərk etmə mərhələsi artıq tərbiyəçinin öyrətmə mərhələsidir. Öyrətmə. Burada uşaqların diqqətini cəlb etdimsə motivasiyada,
dərk etmədə onları öyrədirəm. Tətbiq etmədə isə müəllimənin heç bir işi yoxdur. Neynirlər? Uşaqlar onu mənə qaytarır. Öyrəndiklərini geri qaytarırlar. Bax, motivasiya budur ki, mən sizin diqqətinizi cəlb edirəm. Oldu, hamınız mənə baxırsınız. Baxdınızmı? Motivasiya mərhələsi bitdi. Sonra dərk edirəm. Əgər mən sizə hal-hazırda mən dərk etmə mərhələsindəyəm. Hal-hazırda onu mən sizə öyrədirəm. Amma gələn dərs, onu mənə siz qaytaranda isə olacaq tətbiq etmə mərhələsi. Nəyi xatırlatdı bizə qanunlarda? Təlimi xatırlatdı. Təhsildə öyrədirsən, yəni mən öyrədirəm, siz öyrənirsiniz. Təlimdə isə öyrəndiklərinizi mənə geri qaytarırsınız. Və uşaqlar da öyrəndiklərini geri qaytaranda daha çox nədən istifadə olunur? Oyunlardan istifadə olunur. Məsələn, aydın oldu.